Hörmətli izləyicilər, mən Onur Rəsulov. Amarkes Global Broker şirkətindən hər birinizi salamlayıram. Bugün sizinlə günəş bazar analizini paylaşacaq. İlk öncə yenə də dollar indeksindən başlayırıq. Bildiyimiz kimi, hörmətli izləyicilər, dollar indeksinin uzun müddətdən bəri olan eniş trendi bir mənada 23 aprel tarixində həmin günün birinci müqavimət səviyyəsini qırması ilə və indeksin həmin səviyyənin üzərində bağlanması ilə əslində dollarda yuxarı yönlü korreksiya başlamış oldu və diqqət yetirsəniz, həmin tarixdən etibarən dollar indeksi yalnız günlər üzrə birinci dəstək səviyyələrinin üzərində ticarət olunub. Gün ərzində nə qədər ki, dollar indeksi bu günün birinci dəstək səviyyəsi olan 99, 90, 98, 981 səviyyəsini qırıb onun altına bağlanmazsa, biz dollar indeksində yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Ümumi fonda baxdıqda isə, hörmətli izləyicilər, bu həftə Amerikadan çox vacib iqtisadi göstəricilər açıqlanacaq. Belə ki, ilkin olaraq şəxsi istehlak xərcləmələri, personal consumption expenditure açıqlanacaq. Belə ki, bu federal ehtiyatların inflyasiyanı ölçmək üçün istifadə etdiyi ən vacib göstəricilərdən birisidir və aprel ayı üçün bu göstəricinin 0,1% olacağı proqnoz edilir. Əgər nəticə bu səviyyədən yuxarı gələrsə, bu inflyasiyanın yüksəldiyini göstərən işarələrdən birisi ola bilər və bu da öz növbəsində dollar indeksinə daha da belə deyək, yüksəlişə dəstək vermiş ola bilər. Eyni zamanda, hörmətli izləyicilər, Amerikadan birinci rüb üçün ÜDM, yəni iqtisadi artımla bağlı göstəricilər açıqlanacaq. Hansı ki, birinci rüb üçün iqtisadi artımın 0,4% olacağı proqnoz edilir. Əgər nəticələr bundan yüksək olarsa, təbii ki, bu da dollar indeksini dəstəkləyən əsas faktorlardan birisi olacaqdır. Bir digər ən vacib göstərici isə, hörmətli izləyicilər, bu həftə, yəni cümə günü Amerikadan əmək bazarı ilə bağlı göstəricilər, xüsusilə non-farm payrolls, yəni qeyri-kənd təsərrüfatının sahəsində aprel ayı üçün yaradılan iş yerlərinin sayı və eyni zamanda ümumi işsizlik sayı, ümumi işsizlik səviyyəsi 4,2% proqnoz edilir. Non-farm payroll isə aprel ayı üçün 129 min yeni iş yerinin yaradılacağı proqnoz edilir. Hansı ki, bir öncəki dəfə bu 228 min olaraq açıqlanmışdır. Əgər əmək bazarındakı göstəricilər gözlənilənin altında açıqlanarsa, bu federal ehtiyatların faiz dərəcəsini azaltmasını ilə bağlı ehtimalları yüksəldə bilər və bu dollar indeksi olan yüksəlişin yenidən eniş trendinə qayıtmasına səbəb ola bilər. Xüsusilə qeyd etməliyik ki, hörmətli izləyicilər, son 2 aydır ki, Amerikada açıqlanan, əmək bazarında açıqlanan iqtisadi göstəricilər ümumi olaraq ümumi işsizlik səviyyəsinin nisbətən artması bir mənada əmək bazarının neqativ tendensiyanın olduğunu göstərir və qeyd etdiyimiz kimi, əgər göstəricilər bu ayda gözlənilən altında açıqlanarsa, federal ehtiyatların faizi növbəti görüşlərdə azaltması ilə bağlı ehtimallar yüksələ bilər və bu da öz növbəsindəki təbii ki, dollar indeksinə neqativ təsir edə bilər. Hörmətli izləyicilər, bir digər maliyyə ələtimiz Euro-Dollar valyuta cütlüyüdür. Bildiyiniz kimi, Euro-USD-də də ümumiyyətlə 27 mart tarixindən etibarən başlayan yüksəliş trendi bir mənada 23 aprel tarixində sonlanmış oldu və belə ki, valyuta cütlüyünün həmin günün birinci dəstək səviyyəsini qırması və onun altına bağlanması ilə bir mənada avro-dollarda satış siqnalı yaranmış oldu və diqqət etirsəniz, həmin tarixdən etibarən valyuta cütlüyü yalnız birinci müqavimət səviyyələrinin altında ticarət edilib. Nə qədər ki, bu gün içərisində avro-dollar valyuta cütlüyü bu günün birinci müqavimət səviyyəsi olan 1,13999 səviyyəsinin qırıb onun üzərinə bağlanmazsa, biz avro-dollar valyuta cütlüyündə enişin davam edəcəyini proqnoz edə bilərik. Xüsusilə bu həftə ərzində eyni zamanda Avropa Birliyindən inflyasiya göstəriciləri açıqlanacaq. Hansı ki, inflyasiyanın 2,1% olacağı proqnoz edilir. Qeyd edək ki, bir öncəki dəfə 2,2% açıqlanmışdı. Təbii, inflyasiyanın gözləniləninin altında açıqlanması bir mənada Avropa Mərkəzi Bankının faizləri yenidən aşağı salması ehtimalını artıra bilər. Xüsusilə bir öncəki videolarımızda da qeyd etdiyimiz kimi, hörmətli izləyicilər, avro-dollar valyuta cütlüyünün bu qədər yüksəlməsi əslində Avrozona iqtisadiyyatının ixrac potensialına neqativ təsir edir. Ondan dolayı Avropa Mərkəzi Bankının yenidən faiz dərəcəsini aşağı salması və inflyasiyanın gözləntilərinin altında açıqlanması bir mənada avro-dollarda olan enişləri sürətləndirə bilər. Hörmətli izləyicilər, bir digər maliyyə ələtimiz GBP-USD valyuta cütlüyüdür. GBP-USD valyuta cütlüyündə də diqqət etirsəniz, əslində 23 aprel tarixində 9 apreldən etibarən başlayan yüksəliş trendi sonlanmış oldu. Belə ki, həmin tarixdə funtun həmin gün üçün 23 aprel tarixindəki birinci dəstək səviyyəsini qırması ilə onun altına bağlanması da bir mənada bazara satıcıların daxil olduğunu müşahidə olundu. Lakin, hörmətli izləyicilər, İngiltərədən açıqlanan iqtisadi göstəricilərin, xüsusilə sənaye istehsalının və eyni zamanda pərakəndə satışların gözləntilərinin üzərində açıqlanması funtu yuxarı yönlü dəstəkləmiş oldu və funt yenidən
24 aprel tarixində birinci müqavimət səviyyəsini qırdı və bazar həmin səviyyənin üzərində bağlamış oldu, diqqət etirsəniz. Və nə qədər ki GBP USD valyuta cütlüyü bu günün birinci dəstək səviyyəsi olan 1.32760 səviyyəsini qırıb onun altına bağlanmazsa, biz funtda yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Xüsusilə bir nüansı da qeyd etmək lazımdır, hörmətli izləyicilər. GBP USD-nin yüksəlməsində təsir edən əsas faktorlardan birisi də Amerikan xəzinə istiqrazlarında olan risklərin artması, yəni faizlərin yüksək olması və eyni zamanda borc problemindən dolayı, çünki Amerikan borcunun bir mənada idarə olunması ilə bağlı şübhələr artdığından dolayı investorlar daha çox İngiltərə hökumətinin istiqrazlarına, yieldlərə yönəlirlər və bu da bir mənada funta olan tələbi artırmış olur və bu faktor da funtu yuxarı yönlü dəstəkləyən əsas səbəblərdən birisidir. Qeyd etdiyimiz kimi nə qədər ki gün ərzində texniki olaraq bu günün birinci dəstək səviyyəsi qırılmazsa, biz funtda hələlik yuxarı yönlü yüksəlişi proqnoz edirik. Hörmətli izləyicilər, bildiyi maliyyətimiz USD frank valyuta cütlüyüdür. Bildiyimiz kimi qlobal bazarlarda risklərin artdığı bir zamanda frank da yena kimi daha təhlükəsiz maliyyə aləti sayılır və xüsusilə dollar indeksinin kəskin şəkildə düşməsindən dolayı frank dollara qarşı dəyər qazanmışdı. Lakin USD frank valyuta cütlüyündə olan eniş trendi bir mənada 22 aprel tarixində sonlanmış oldu və həmin tarixdə valyuta cütlüyünün birinci müqavimət səviyyəsinin qırılması ilə və onun üzərində bazarın onun üzərində bağlanması ilə USD frank yüksəliş trendinə başlamış oldu və diqqət etsəniz həmin tarixdən etibarən valyuta cütlüyü yalnız birinci dəstək səviyyələrinin, yəni günlər üzrə birinci dəstək səviyyələrinin üzərində ticarət edilir. Bu gündə nə qədər ki USD frank valyuta cütlüyü bu günün birinci dəstək səviyyəsi olan 0.82 449 səviyyəsini qırıb onun altına bağlanmazsa, biz valyuta cütlüyündə hələlik yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bildiyi maliyyətimiz USD CAD valyuta cütlüyüdür. USD CAD valyuta cütlüyüdə diqqət etirsəniz 23 aprel tarixində həmin günün birinci müqavimət səviyyəsinin qırması ilə bir mənada eniş trendini sonlandırmış oldu. Və həmin tarixdən etibarən diqqət etirsəniz USD CAD valyuta cütlüyü konsolidasiyaya daxil olub. Yəni valyuta cütlüyü nə birinci dəstək səviyyəsinin altına bağlanıb, nə də birinci müqavimət səviyyəsinin altına bağlanıb. Bu gün ərzində nə qədər ki USD CAD valyuta cütlüyü bu günün birinci dəstək səviyyəsi olan 1.38-364 səviyyəsinin altına bağlanmazsa, biz USD CAD valyuta cütlüyündə yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bildiyi maliyyətimiz qızıldır. Bildiyimiz kimi qızılda da ən son olaraq qısa müddətli davam edən trend 9 apreldən etibarən başlamışdı. Həmin trend bir mənada, hörmətli izləyicilər, 23 aprel tarixində eniş trendi ilə aşağı yönlü korreksiya ilə daha doğrusu əvəz olunmuş oldu. Belə ki, həmin günün bazarın birinci dəstək səviyyəsini qırması ilə və qızılın qiymətinin həmin səviyyənin altına bağlanması ilə bazara satıcılar daxil olmuş oldu. Və diqqət etirsəniz, həmin tarixdən etibarən qızıl yalnız birinci müqavimət səviyyələrinin altında ticarət edilir. Nə qədər ki gün ərzində qızılın qiyməti bu günün birinci müqavimət səviyyəsi olan 3371 dollar səviyyəsini qırıb onun üzərində bağlanmazsa, biz qızılda hələlik aşağı yönlü korreksiyanın davam edəcəyini proqnoz edə bilərik. Lakin xüsusi olaraq, hörmətli izləyicilər, qeyd etmək lazımdır ki, bunu bir öncəki videolarımızda da vurğulamışdıq ki, qızılda hələlik fundamental olaraq satış üçün ciddi əsaslar yoxdur və bundan dolayı da əslində qızılda aşağı yönlü hər bir korreksiya onun üçün alış üçün böyük imkanlar yaratmış olur. Lakin alışa daxil olmazdan əvvəl texniki analizə diqqət etmək lazımdır və xüsusilə qiymətin həmin bu gün üzrə və ya da növbəti günlər üzrə birinci müqavimət səviyyəsini qırması və onun üzərində bağlanması lazımdır ki, biz əmin olaq ki, artıq qızılla, belə deyək, yüksəliş trendi yenidən başlamış oldu. Texniki olaraq qeyd etdiyimiz kimi, nə qədər ki, qızılın qiyməti bu günün birinci müqavimət səviyyəsinin altında ticarət olunur və yaxud da onun altına bağlanırsa, hələlik qızıla alış siqnalı və yaxud da alış əməliyyatları açmaq riskli ola bilər. Hörmətli izləyicilər, bildiyi digər maliyyətimiz S&P 500 indeksidir. S&P 500 indeksinin olan eniş trendi bir mənada, hörmətli izləyicilər, diqqət etsəniz 22 aprel tarixində bazarın birinci müqavimət səviyyəsinin üzərində açılması ilə və onun üzərində bağlanması ilə yüksəlişdə və yaxud da yuxarı yönlü korreksiya ilə əvəz olunmuş oldu. Təbii, həmin tarixdə Trump
Çinlə olan tariflərin yumşaldıla biləcəyini, Çinlə yeni ticarət razılaşması imzalana biləcəyi ilə bağlı müsbət tonda açıqlamalar vermiş oldu. Təbii bu da bazarda müsbət gözləntilər yaratmış oldu və diqqət etsəniz həmin tarixdən etibarən S&P 500 indeksi yüksəlişlə və yaxud da ki, yuxarı yönlü belə deyək korreksiya ilə davam edir. Nə qədər ki S&P 500 indeksi gün ərzində birinci dəstək səviyyəsi olan 5408 dollar 5408 dollar səviyyəsində qırıb onun altına bağlanmazsa, biz S&P 500 indeksində yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Lakin ümumi fonda baxdığımız zaman, hörmətli izləyicilər, xüsusilə Amerikadan bu həftə açıqlanacaq əmək bazarı ilə bağlı gözləntilər və yaxud da xəbərlər S&P 500 indeksində böyük volatilliyə və yaxud da aşağı yönlü korreksiya səbəb ola bilər. Bir digər önəmli faktor isə hələlik bildiyimiz kimi Amerika digər dövlətlərə tətbiq etdiyi tarifləri aradan qaldırmayıb və digər dövlətlərlə hər hansı bir ticarət razılaşması imzalanmayıb. Ondan dolayı da hal-hazırda S&P 500 indeksi olan yüksəliş bir mənada kövrək ola bilər və bu yuxarı yönlü korreksiya yenidən eniş trendinə qayıda bilər. Bir digər önəmli faktor isə, hörmətli izləyicilər, hələlik Amerikan xəzinə istiqrazlarının faiz gəliri yüksək olmaqda davam edir. Yəni 4.30 ətrafındadır. Təbii bu da Amerikanın borc problemini daha da çətinləşdirmiş olur. Ondan dolayı biz S&P 500 indeksinin olan yüksəlişin bir mənada məhdud ola biləcəyini düşünürük və bu həftə xüsusilə Amerikadan əmək bazarı ilə bağlı açıqlanan göstəricilər və xüsusilə Trumpın açıqlamalarını yaxından izləmək lazımdır ki, S&P 500 indeksinin olan yüksəlişin davam edib etməyəcəyini biz bu göstəricilər əsasında müəyyən mənada proqnoz edə bilərik. Hörmətli izləyicilər, gün ərzində sizə çatdıracağımız xəbərlər bu qədər. Sizə uğurlu ticarət arzulayırıq. Sağ olun.